Salam, deməli biz keçən gün biz sizinlə CityCard proqramını Play Marketdən və yaxud da Apple Store-dan yükləyərək artıq biz onu aktivləşdirib və CityCard'ın balans artımından tanış olmuşduq. Bu barədə mən məlumat vermişdim sizə. Bugün isə, yəni biz bu balans artımının növbəti ikinci videomuz isə, yəni biz balans artımı etdikdə proqramadakı balansı biz artırmışdıq. Amma CityCard'ın özünə daxil olduqda bu isə kartımızın balansıdır. Yəni bu CityCard'ı biz proqram əsasında işlətdiyimizə görə bizdə iki dənə balans var. Bir bu ekranda gördüyümüz, yəni CityCard düyməsinə daxil olduqda kartımızın özünün balansı və əsas səhifədən, yəni qlavnadan burada balans var. İkinci balansıdır. Bu isə ikinci balans, yəni proqramanın özünün balansıdır. Bu proqramanın özünün balansını, yəni mən ilk videoda onu qeyd etmişəm. Əsas səhifədən, yəni qlavnadan balans artımını, yəni poполнить plus işarəsi, yəni bu üstə gəlmə işarəsinə daxil olaraq və burada istədiyimiz məbləği, məsələn 2 manat əlavə edərək oplatit, yəni ödəmək düyməsinə daxil olaraq biz burada kartımızın yəni adı bizə məxsus olduğuna görə ad soyadımızı bura qeyd edirik. Bu bölməyə isə biz 16 rəqəmli nömrəni, bitmə tarixini bu hissəyə, CV'sini isə bura əlavə edib, oplatit düyməsini, yəni ödəniş düyməsinə daxil olaraq biz ödəniş edirdik. Yəni bu hissə bizim proqramımızın balansı artımı üçündür. Geri qayıdaraq əsas səhifədən görürsünüz, mən artıq ödəniş etmişəm. Yəni hara ödəniş etmişəm? Proqramanın özünün balans yerinə ödəniş etmişəm. Amma CityCard'a daxil olduqda isə, yəni həmin proqrama üzrə bu CityCard düyməsinə daxil oluram. Bu da mənim kartım. Kartım artıq göstərilir ekranda və onun balansı da ayrıca göstərir. Görürsünüz, burada 2 manatdır, amma proqramanın özündə 3 manatdır. Mən indi bu CityCard, yəni basdan istifadə etməyim üçün, ödəniş etmək üçün mən birinci bu kartıma ödəniş əlavə etməliyəm. Ya bunu necə edirik? Yəni burada artıq əsas səhifəmdə, proqramanın özünün əsas səhifəsində mənim balans artımım odur. İndi isə CityCard balans artımına daxil oluram. Görürsünüz, burada kartın üzərində poполnить plus işarəsi var. Üstə gəlmə, yəni ödəniş düyməsi var. Bura daxil olaraq mən görürsünüz alt hissədə, bu hissədə. Bu hissədə görürsünüz artıq balans, proqramanın əsas səhifəsindəki, qlavna səhifəsindəki balansı 3 manatdır. Artıq bu aktivdir məndə, görürsünüz. Mən bura 3 yazaraq, məsələn, balansımda 3 manatdır da, hal-hazırda 3 yazaraq oplatit düyməsinə daxil oluram, yəni ödəniş düyməsinə daxil olaraq. Gördünüz, uspешно. То есть uğurla sonlandırıldı da, yəni uğurlu oldu. Gördünüz, hal-hazırda CityCard'ın öz kartının içərisində 5 manat məbləğində artıq məndə ödəniş var, pul var. Qayıdıram əsas səhifəyə, görürsünüz, əsas səhifədəki proqramanın özünün balansı isə 0-dır. Yəni, qısa olaraq biz proqrama üzrə biz CityCard'ımızı ödəniş etmək üçün ilkin etapda biz proqramanın əsas səhifəsində, qlavna səhifəsində proqramanın özünün balansını artım eləməliyik. Yəni bu cür kartımızı, manatımızı, tutaq ki, kartımızı əlavə edərək. Kartınızdan, через bank kartlarından bura balansı artırım eləyəndən sonra birbaşa, yəni CityCard'ın özünə sadəcə milyon aparatı və yaxud da emanat aparatından istifadə edə bilərsiniz. Amma əsas səhifədən, yəni proqrama üzrə birinci əsas səhifədəki balansı artım eləməlisiniz. Sonra isə keçid edib CityCard'ın buradan poполнить düyməsindən davam edərək əsas səhifədəki məbləği bura köçürə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.